Salam, hörmətli riyaziyyat həvəskarları, riyaziyyatı sevənlər. Nəhayət ki, uzun müddətdən sonra qərara gəldim ki, MHM hazırlıq kursunun buraxdığı 2024-cü il test bankının ehtimal nəzəriyyəsi bölməsinin 7-ci testini sizlərə izah edim. İnşallah xeyirli olar abituriyentlərimizə, istifadə edən müəllimlərə, MİQ-ə hazırlaşanlara. Burada telefon nömrələri yazılıb, həmin nömrələrdən əlaqə saxlayıb WhatsApp üzərindən başa düşmədiyiniz məsələlərin izahatını bir daha istəyə bilərsiniz. Bu hazırlıq, yəni ki, bu çəkiliş təmənnasız şəkildə ehtimal nəzəriyyəsindən, yəni belə deyək, müəyyən məsələlərdə çətinlik çəkənlərə və ehtimalı yüksək səviyyədə öyrənmək istəyənlərə və ehtimala ehtiyacı olanlara şərait yaradılır ki, belə videolar vasitəsilə ehtimalı yüksək səviyyədə öyrənə bilsinlər. Test nömrə 7-nin birinci sualı belədir. Deməli, belə bir şey yazılıb. Yazır ki, bir sinifin 70% oğlandır. Bir sinifin 70% oğlandır. Deməli, deyək ki, sinifdə X şagird var. X şagird. 70% oğlandır. Yəni 0,7x oğlan. Onda belə çıxır ki, bu sinifin 0,3x-i qızdır. Bunu biz başa düşürük. İndi təsadüfən seçilən bir şagirdin oğlan olduğu məlumdursa, imtahanın keçmiş olması ehtimalını tapın. Təsadüfən bir şagird seçilir və həmin şagird də nədir? Oğlandır. Deyir ki, bunun imtahandan keçmiş olması ehtimalını tapın. Belə deyək də, bu asan bir məsələdir, çətin bir məsələ deyil, açığı. Deməli, biz bilirik ki, burada əlverişli halların sayı nə qədədir, mümkün halların sayı nə qədədir. Düzdürmü? Yəni burada ilk öncə əlverişli halların sayını tapırıq, sonra mümkün halların sayını tapırıq və ondan sonra nə olur? Ehtimal hesablanır. Təbii ki, biz bilirik ki, bu 30% oğlandırsa, burada yəni ki, nə olacaq? Yəni ki, əlverişli halların sayı məlum məsələdir ki, nə olacaq? Deməli, bu minvalla baxırıq. Deməli, burada oğlanların sayı ümumi sinifin 70%-ni təşkil edir. Deməli, belə deyək də, qızların sayı isə sinifin onda 30%-ni təşkil edəcək. Bu məlum məsələdir. İndi burada təzədən bizə deyir ki, bu oğlanların 30%-i imtahanı keçmişdir. Yazır 0,7x vurulsun 30/100. Nə qədər eləyir? Bu da eləyir. Nə qədər? Təxminən nə qədər eləyir? Deməli, belə deyək də, bu da olur nə qədər? Belə 0,21x. Bir də baxaq. Təki səhvimiz olmasın. 2,1x, bəli 0,21x. İndi burada bu əlverişli halların sayıdır. Bu oldu nə? Əlverişli halların sayı. İndi bizə mümkün halların sayı neçədir? Oğlan 0,7x-dir. P də bərabərdir. Əlverişli halların sayı bölünsün mümkün halların sayına bərabərdir. 0,21x bölünsün 0,7x-ə. Bu da bərabərdir. X-lər buradan ixtisar olundu. Bu x-dir. Oldu. 100-ə vuranda 70-də 21. Bu da bərabərdir. 7 ixtisar eləyəndə 10/3 və yaxud da 0,3. Bu belə bir maraqlı məsələ idi. Y variantı oldu bunun cavabı. Deyir 2 zər. İkinci sualda belə bir şey yazılıb.
Mən siləndə zamanı dayandırıb siləcəm. Ona görə ona uyğun siləcəm, yəni biləsiniz. 2 zər eyni zamanda atılır. Üst üzə gələn ədədlərin cəminin 7-dən böyük olduğu məlumdursa. Bu ədədlərin hasilinin 15-dən kiçik olması ehtimalını tapın. İlk öncə 2 zər atılır. Belə bir şey çəkək. Deməli, burada yazaq. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Bunları biraz uzadaq. İndi burada gəlin baxaq. Üst üstə gələn ədədlərin cəminin 7-dən böyük olduğu məlumdursa, bu ədədlərin hasillərin deməli 15-dən kiçik olması ehtimalını tapın. Yəni burada 15-dən kiçik olması ehtimalını tapın. İndi burada izahatını veririk məsələnin. Yəni əslində məsələ sadə məsələdir, çətin bir məsələ deyil. Rahat həll olunan bir məsələdir. Bu cədvəldə biz bu ədədləri yazacaq bir-bir və ondan sonra nə deyirsə, məsələnin şərtində üst-üzə gələn ədədlərin cəminin 7-dən böyük olduğu məlumdursa. Cəminin 7-dən böyük olduğu məlumdursa, deməli bu ədədlərin hasillərinin 15-dən kiçik olması ehtimalını tapın. Yəni nə demək istəyir? 2 dənə zər atmışam. Bu zərləri atanda üst-üzə gələn ədədlər ki yoxdur, onların cəmi 7-dən böyük olmalıdır. Məsələn üçün, gəlin bunları toplayaq da. Bura toplama işarəsi yazaq. Toplayanda olur 2, 3, 4, 5, 6, 7. Amma burada deyir 7-dən böyük olma. Baxaq burada 3, 4, 5, 6, 7, 8. Sonra bir də baxaq. Nə olur burada? 4, 5. Yəni 3-ün üstünə 1 gəlirəm də 4. 3-ün üstünə 2, 5. 3-ün üstünə bax. Gəlin bunları lap belə eləyək. Bu şəkildə ayıraq. Ayıraq ki, qoy problem olmasın biz üçün. Düzdürmü? Yəni ayıraq. Hesab elə bu. Bir zərdir. Bu da nədir? İkinci zər. Birinci zər, ikinci zər. İndi burada yenə də keçək qırmızıya. 4, 5, 6, 7, 8, 9. 5, 6, 7, 8, 9, 10. 6, 7, 8, 9, 10, 11. Deməli, 7, 8, 9, 10, 11, 12. Düzdürmü? İndi burada nə deyir bizə? Burada bizə deyir ki, bu ədədlərin hasillərinin 15-dən kiçik olması ehtimalını tapın. Təbii ki, bu cəm 8 olanları biz bilirik. Yəni, bax, burada hansıları seçərik? Gəlin belə, bax, bu. Çünki şərtdə deyir ki, 7-dən böyük olan. Burada 5 hal var. Sonra digər tərəfdən 9 olanlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, burada. İndi biz bu halları hesablayacağıq. 5 dənə mümkün hal var burada. Baba burada. Burada da 4 dənə, burada 3 dənə, burada 2 dənə, burada da 1 dənə. Sayaq 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Deməli, mümkün hallar bərabərdir 15 oldu. Düzdürmü? 15. Mümkün hallarımız oldu. Neçə? 15. Yaxşı, bəs əlverişli halların sayı. Deyir ki, burada nə deyir? Bu ədədlərin hasilinin nə? Neçədən kiçik olması, 15-dən kiçik olması ehtimalını tapın. Yaxşı, baxaq bura. Bax, 2 dəfə 6, 12 eləyir.
Bu 2 dəfə 6 12 eləyir. Yəni burada 2-nin 6-sıdır. Sonra baxırıq digərinə. 2-nin 6-sı. Sonra bax 15-dən kiçik olma deyir. Burada 2-nin 6-sı idi. Bax keçək bura. Deməli bax 3 də 5 15, 3 də 6 18. Xeyr. Sonra 4 də 5 20, 4 də 9, 4 də 6 24, 4 də 4 də 16. Bu alınmadı. Bax 5 dəfə 3 15 yenə də alınmır. Bu ədədləri yazsaq da 1-1. Yəni bu bilirsiniz nə demək istəyir? Bu bunu demək istəyir ki, 2-nin 6-sını belə yazdıq. Bunları da elə yazmalıyıq. Çünki cəm 8 eləyir axı. Düzdür? 7-dən böyük olduğu məlumdur da. Burada bunların cəmi nə eləyir? 8. Bir də burada 6-nın məsələn üçün baba 6-nın ikisi var. Baba bu 2 dənə. 6-nın ikisi də nədir? Cəm 8 eləyir, amma hasil nədir? 15-dən kiçikdir. Amma məsələn 6-nın 3-ü cəm 9 eləyir, amma hasil 15-dən böyükdür. Yəni burada da 8 eləyir. Burada əlverişli halların sayı nədir? 2-dir. Ehtimalımız da nə olar? 15-də 2 olacaq. Yəni əlverişli halların sayı böl mümkün halların sayına. İndi keçirik. Bundan sonra silib keçirik növbəti suala. Yenə deyirəm, sualı olanlar öz suallarını WhatsApp üzərindən bizə bildirə bilərlər. Keçirik növbəti suala. Növbəti sualımız da belə deyir. Aralarında Emil və Şamilin olduğu 7 nəfərdən 4-ü Qəbələyə, 3-ü Xaçmaza getməlidir. Buna əsasən Emilin və Şamilin eyni rayona getməsi ehtimalını tapın. Bu çətin məsələ deyil. Yəni belə də sadə məsələdir. Deməli aralarında Emil və Şamil də var. İlk öncə biz burada 7 nəfərdən 4-ünü Qəbələyə, deməli belə deyək, 3-ünü də Xaçmaza göndərməliyik. Əlverişli halların sayını tapa bilərik, mümkün halların sayını tapa bilərik. Məsələ çətin məsələ deyil, sadə məsələdir və rahatlıqla məsələni həll eləyə bilərik. Açıq-aşkar görünür ki burada. Deməli yazayım. Aralarında Emilin də və Şamilin də olduğu 7 nəfərdir. Bu birinci adam, ikinci adam, üçüncü adam. Məsələn belə yazaydı 7 nəfərdir. Emil, Şamil, bax 4, 5-ci adam, 6-cı adam, 7-ci adam. Bax bunlar hara gedirlər? Bunlardan 4-ünü Qəbələyə. 4-ünü Qəbələyə göndəririk. Qaldı ki burada nə? Gəlin belə eləyək də. Bu Emil və Şamilin eyni rayona getməsi ehtimalından danışılır. Deməli, Emil və Şamilin eyni rayona getməsi ehtimalından. Buradan 4-ünü Qəbələyə seçmək lazımdır. Qalan 3 nəfər avtomatik olaraq hara gedəcək? Xaçmaza gedəcək. Məlum məsələdir də bu. Deməli, burada belə çıxır ki, mümkün halların sayı nədir? Mümkün halların sayı Emilin və Şamilin belə deyək, eyni rayona getməsi ehtimalını tapın. Yəni taparıq, problem deyil. Problem deyil. Buradan 4-ü Qəbələyə gedir, 3-ü Xaçmaza gedir. Emillə Şamil deyir, nədir? Eyni rayona getsin. Bunu müxtəlif üsullarla həll edə bilərik. Gəlin belə deyək də. Tutaq ki, buradan 4-ü getdi Qəbələyə. 3-ü də getdi Xaçmaza. Biz avtomatik 4 nəfəri Qəbələyə göndərəndə 3 nəfər dedik ki, Xaçmaza gedir. Yəni kombinizon 7 elementdən 4 bərabərdir kombinizon. 7 elementdən 4 bərabərdir kombinizon. 7 elementdən 3 o da bərabərdir. 7 faktorial bölünsün. Deməli 3 faktorial vur 4 faktorial. Bu da bərabərdir. Neçə eləyəcək? Deməli baxaq buna 6'lar da gedir burada. 5 vur 6 vur 7 bölünsün 4 faktoriallar getdi. Lap yazayım burada 4 faktorial vurulsun. Buradan da 6 vurulsun 4 faktorial. Bunlar getdi.
6'lar da getdi. Burada qaldı 35. Bu birinci hal. Üzr istəyirəm, mümkün hal. Bu oldu bizim mümkün halımız. Düzdürmü? Sonra keçirik Emil və Şamilin eyni rayona getməsi üçün iki fərqli hal mümkün var burada. İki fərqli halımız mümkündür. Qəbələyə getməlidir, yəni hər ikisi və yaxud da hər ikisi nədir? Xaçmaza getməlidir. İndi burada belə deyək ki, Qəbələyə cəmi neçə nəfər getməli idi? 4 nəfər. Əgər Emil, Şamil belə deyək də bu Qəbələyə gedənlərin içindədirlərsə, bu 7 nəfərdən belə deyək də tutaq ki, Emil, Şamil Qəbələyə gedən 4 nəfərdir. Emil və Şamil artıq bu qrupdadır. Düzdürmü? Artıq bu qrupdadır. Belə deyək. Burada Qəbələyə nə etməliyik? Bu 2 nəfəri götürürük. Emil və Şamil artıq bu qrupdadırsa 2 nəfəri götürürük. Yerdə qaldı 5 nəfər, düzdürmü? Artıq növbəti 2 nəfər hansı ki Qəbələyə getməyəcək, 4 nəfər. Tutaq ki, Emil, Şamil gedir Qəbələyə. Bura baxın, Emil ilə Şamil gedir Qəbələyə. Birinci hal. Bu birinci haldır. Emil ilə Şamil gedir Qəbələyə. Axı 4 nəfər olmalıdır. Bu 2 nəfəri çıxırıq, qaldı neçə nəfər? 5 nəfər. Düzdürmü? Qaldı 5 nəfər. Artıq növbəti 2 nəfəri bu kombinizon 5 elementdən 2-dən seçməliyik. Olur nə qədər? 5 faktorial bölünsün. 2 faktorial vur 3 faktorial. Bu da olur neçə olur? 10 olur, neçə olur? 10 olur, bəli. Daha bu sadə bir şeydir də, bunu hesablaya bilərsiniz. İkinci vəziyyətdə isə nə olur? Tutaq ki, Emil və Şamil Xaçmaza gedir. 3 yer vardı, düzdürmü? 3 nəfər var. Yenə də Emil, Şamil getdi Xaçmaza. Yəni 3 dənə yer var avtobusda və yaxud da maşında və yaxud da qrupda. Bunlar hara gedirlər? Xaçmaza gedirlər. Yenə də qaldı neçə nəfər? 5 nəfər. Emil, Şamili seçmişik. Seçdik, qaldı neçə nəfər? 5 nəfər. Xaçmaza gedən bir nəfər. Bax, bu 5-in içindən seçilməlidir. Bu da kombinizon 5 elementdən 1 bərabərdir 5 olacaq. Onda bax, bu olur əlverişli halların sayı. 10 üstə gəl 5 bərabərdir 15. Bu oldu əlverişli halların sayı. Mümkün halların sayı da nə qədər idi? 35. Ehtimalımız nəyə bərabər olar? 35-də 15-ə. Gəlin bunları 5-ə ixtisar eləyə, cavab olar 7-də 3. Bu cavab 7-də 3 eləyir. Əslində bunda başqa cür də eləmək olar. Ayrı-ayrı hallarda da baxmaq olar buna. Amma mənim fikrimcə ən yaxşı hal yəni budur. Sonra keçək növbət məsələyə. Deyir ki, bir zər oyununda bacı ilə qardaş eyni anda zər atır. Üst-üzə gələn ədədlər 3 olduqda bu zəri atan şəxs oyunu qazanır. Buna görə də qardaşın oyunu qazanma ehtimalı neçədir? Deməli, bunu silək. Vaxtı dayandırıb silək özdə. Vaxtımız çox getməsin. İlk öncə onu qeyd eləmək istəyirəm. Bu 3-cü məsələ idi. 3-cü məsələ idi. Nömrə 3-üdür. Lap belə yazaq. Buradan silək. Ondan əvvəlkilərdə ola bilər nömrə 1-i 2-ni yazmamışam. 1-i yazmışam, 2-ni yazmamışam. Yəni nəzərə alarsınız ki, 3-dür. Bundan sonra yenə də başlayırıq həll eləməyə. Silək. Məsələmiz belədir. Bir zər oyununda bacı ilə qardaş eyni anda zər atır. Üst-üzə gələn ədəd 3 olduqda bu zəri atan şəxs oyunu qazanır. Buna görə də qardaşın oyunu qazanma ehtimalını tapın. Burada deməli nömrə neçədir? Nömrə 4-dür. 4-cü sualdır. Bacı, qardaş. Deməli, eyni anda zər atırlar. Deməli, qardaşın məlum məsələdə oyunu qazanması üçün onun atdığı zərdə 3 xal düşməlidir də. Bacının atdığı zərdə isə 3-dən fərqli hər hansı bir xal düşə bilər də. Yəni ki, bu məlum məsələdir də. Yəni ki, belə deyək.
Deməli, burada yenə də bazanın atdığı zərdə 3-dən fərqli hal düşməlidir. Hər ikisində 3 düşsə, bu halda hər ikisi qazanmış sayılır da. Çünki məsələnin şərtində deyir axı, üst-üstə gələn ədəd 3 ədəd 3 olduqda bu zəri atan şəxs oyunu qazanır. Yəni burada yenə də müəyyən hallara baxıram. Yəni ki, əslində deməli burada söhbət nədən gedir? Mümkün hal nə olacaq? Yəni ki, əlverişli hal nə olacaq? İndi onu biz araşdırmalıyıq. Qardaş üçün bir dənə hal mümkündür. Qardaş üçün bir dənə hal mümkündür. Ancaq və ancaq nə olmalıdır? Yəni ki, onun üçün 3 düşməlidir. Çünki şərtdə deyir, ümumiyyətlə 3 üst üzə düşən ədəd 3 olsa, bu şəxs qazanır. Buna görə də deyir, qardaşın oyunu qazanma ehtimalını tapın. Qardaş üçün nə olmalıdır? 3 düşməlidir, məlum məsələdir. Yəni bu bir haldır. Bacının zəri 1 də ola bilər, 2 də ola bilər. Məsələn üçün 4 də ola bilər, 5 də ola bilər, 6 da ola bilər. Yəni 3-dən fərqli bir hal düşməlidir ki, üst qardaşı düşsün və burada bunu nə olsun? Qardaş utsun bu oyunu. Gəl belə deyək, tutaq ki, qardaşa 3 düşürsə, qardaş bacıya düşməlidir nə? Lap bunu silə yenidən yazaq, qardaş yazaq. Qardaş 3 düşməlidir ki, utsun. Bacıya hansı hallar düşə bilər? Bax, 1, 2, 4, 5, 6. Bax, burada bir haldır. Burada 5 haldır. Düzdürmü? Əlverişli halların sayı olar. 1 vur 5 bərabərdir 5. Mümkün halların sayı nə olar? Deməli, mümkün halların sayı da 6 vur 6 bərabərdir 36 olur. Onda ehtimalımız olacaq 36'da 5. Bu bizim yəni ki məsələmizin həllidir. İndi bu məsələ üçün gəl belə bir şey də düşünək. Tutaq ki, biz dedik axı, qardaş üçün, gəlin bunu belə bir dənə də yazaq. Qardaş üçün bir hal. Bu bir halın düşməsi ehtimalı neçədir? 6'da 1. Bu 5 halın düşməsi ehtimalı neçədir? P bərabərdir. P qardaş. P bacı. Bərabərdir 6'da 5. İndi gəlin, bax belə yazaq. Bacı, qardaş və ya. Bacı, qardaş. Bax, burada qardaşa 6'da 1 düşür. Buna 6'da 5 düşür. Düzdürmü? Yəni ki, əlverişli halların sayını tapmaq üçün, mümkün halların sayını tapmaq üçün bundan istifadə edə bilərik. Və yaxud da buna 6'da 5 düşür bacıya. Qardaşa düşdü 6'da 1. Bütün halları nəzərə alıram da. Və yaxud da elə deyək ki, hər ikisinə 3 düşdü. Bax, bu da 6'da 1 olar, bu da 6'da 1 olar. Sonra deyək ki, 3 heç birinə düşmədi. Bura olar 6'da 5, burada olar 6'da 5. İndi burada bizə lazımdır qardaş, yəni ki, qalib gəlsin də, düzdürmü? Qardaşın qalib gəlməsi üçün hansı hal lazımdır? 6'da 1 ilə 6'da 5. Bax, bacı yəni 6'da 5 olsun. Bax, bu hal. Bax, P bərabərdir olur. 6'da 5 vurulsun 6'da 1. Məxrəcdə olur. Və bunlar 6'da 1 vur. 6'da 5 mümkün hal. Üstə gəl. 6'da 5 vurulsun. 6'da 1. Üstə gəl. 6'da 1 vurulsun. 6'da 1. Üstə gəl. 6'da 5 vurulsun. 6'da 5. Bərabərdir. Burada olur 36'da 5 sürətdə. Məxrəcdə də olur 36'da 5 plus 5 plus 1 plus 25. 36'lar getdi buradan. Burada qaldı 5 bölünsün 36. Belə də yazmaq olar.
və ya. Bax, bu 4 nömrəli məsələ idi. Belə də yazmaq olar, belə də yazmaq olar. Yəni, hər iki halla yazmaq olar. Bunu bax, bu göy xətlə ayırıram. Bu birinci, bu ikinci usullardır. Bilməyənlər yenə də deyirəm, bax, bu nömrələrlə əlaqə saxlayıb. Yəni, bilməyənlər deyəndə ki, təbii ki, yəni, məsələnin şərtini oxuyuruq. Şərtini yazmırıq burada. Test qabağımızda da, yəni, həllini anlamayanlar da, yəni şey ola bilər ki, indi insanlıqda həlli anlamasın. Keçirik növbəti suala, vaxtı dayandırıb silir. 5-ci məsələyə keçirik. Burada açar məsələsidir. Yəni ki, bu açar məsələsi çox da belə çətin məsələ deyil. Burada deyir şəkildə A və B, C açarlarının ilk öncə çəkməliyik bunu. Baxaq, belə bir şeydir. Baxın, belə bir şeydir. Belə bir şeydir, belə. Belə bir şey, belə. Belə bir şeydir, belə. Sonra tutaq ki, belə. 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 Gəlin bunu silək. Biraz qısaldaq da. Belə eləyək. Sonra belə. 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 Bunu biraz yanlış çəkdik. Belə eləyək. Burada da bizə bir dənə lampa verib. Lampanı qoyuruq, lampanın şəklini çəkirik burada. Deməli, burada yenə də A, B, C. A açarı, B açarı, C açarı. Aha, indi məsələni əməli başlı oxuyuruq. Məsələdə nə deyir? Məsələnin şərtində nə deyir? Deyir ki, şəkildə dövrədə A, B, C açarlarının, yəni ki, ehtimalları 3/1, 4/1, 5/4-dür. Buna əsasən lampanın yanma ehtimalını neyləyin, tapın. Biz də neyləyəcəyik? Lampanın yanma ehtimalını tapmalıyıq. Yaxşı, tapaq. İndi burada söhbət nə deyir? Burada P, gəl belə yazayıq da, PA neçədir? 3/1 verib də. PB bərabərdir neçədir? 4/1. PC neçədir? 5/4-dür. Bunu başa düşürük. Belə. İndi deyir ki, buna əsasən lampanın yanma ehtimalını tapın. Deyir, ehtimalları verilib, lampanın yanma ehtimalını tapın. Burada, bax, bu dövrəyə biz baxsaq, elektrik dövrəsinə. Bu A, B, C lampaları ki, açarları ki yoxdur, bir-birinə burada paralel birləşdirilib. Yəni, fizika bilənlər daha yaxşı biləcək bunu. Burada bu açarlar paralel şəkildə çəkilib. Deməli, paralel dövrədə, belə deyək də, paralel dövrədə lampanın yanması üçün ən azı, belə deyək, bir dənə açarın qapanması kifayətdir. Tutaq ki, bu açarı qapasan, buradan başlayacaq yanmaya. Bunu qapasan, başlayacaq yanmağa. Bunu qapadım, yanır. Bunu da qapadım, yanır. Bunu da qapadım, yanır. Yəni, biri kifayətdir. Digərləri olmasa da olar. Lampa, yəni deyək ki, o halda yanmaz ki, yəni bu açarların heç biri yanmasın. Deməli, gəl belə eləyək də, bu məsələnin həlli üçün yəni əks hadisən ehtimal vasitəsilə bunu həll eləyək də. Tutaq ki, bax, belə deyək ki, PA üstü xətt. Əks hadisə. 1 minus 3/1 bərabərdir 3/2. PB nədir? 4/3. PC nədir? 5/1. Düzdürmü? Düzdürmü?
Bax, bunu belə tapdıq. İndi deyək ki, hər üçünün, belə deyək də, yanmama ehtimalı neçə olur? Yanmama ehtimalı. Yəni ki, yanmama ehtimalı neçə olur? Deməli, burada bunları vurarıq da bir-birinə, gəl burada yazaq. P bərabərdir yanmama. Yazayım burada. Yanmama. Deməli 3-də 2, vur 4-də 3, vur 5-də 1. Bunlar getdi, bu da eləyir 10-da 1. Bunu başa düşdük. Yanmama ehtimalı 10-da 1 oldu. Axı bizə yanma ehtimalı lazımdır. Yanma isə bunun əksi olacaq. Bax, bunun əksi. Bu ehtimalın əksi olacaq. P yanma olacaq. Ma olacaq. 1 minus 10-da 1. O da bərabərdir 10-da 9. Hə, bunu başqa cür də həll etmək olar. Məsələn, üçün tutaq ki, A lampası qapanır, B ilə C qapanmır. B qapanır, A ilə C qapanmır. C qapanır, belə deyək, A ilə B qapanmır və yaxud da hər üçü qapanır. Yəni, onda dövrəyə işə düşəcək, yanacaq. O formada da həll etmək olar. Cavab onsuz da 10-da 9 alınacaq. İndi vaxtı dayandırıb silirik. Deməli, hörmətli izləyicilər, üzrlü sayın, planşetin ekranı biraz demək olar ki, çox yazmışdım. Nasazlıq vardı, yəni belə şey olmuşdu da, nasazlıq yaranırdı. Ona görə silvəndə vuruldum, yəni ki, o video silindi. Silindi deyəndə ki, başqa çəkildi. İnşallah videoları birləşdirib bir-birinə şey eləyərik, bir yerdə YouTube'a yükləyərik. Bu nömrə neçədir? Nömrə gedir 6-cı sual. Deməli, bir sinifdə deyir ki, şagirdlərin 30% qız və 40% eynəklidir. 30% 40, 40% isə eynəklidir. Yaxşı, bu da burada da şərt verib. Gəl belə deyək də. Deyək ki, sinifdə x dənə şagird var. Düzdürmü? Bunun 30% qızdır. Olur 0,3x. Onda oğlan olur 0,7x. Oğlan. İndi eynəkli şagirdlərin sayından söhbət gedir burada. Eynəkli şagirdlərin, yəni qız və 40% eynəklidir. Yaxşı. Qızın 40% nədir? Eynəklidir. Yəni bu eynəkli onda belə çıxır ki, nə qədərdir burada? Yox, 30% qız və 40% eynəklidir. Hə. 0,4x eynəkli 0,4x-dir. Eynəkli nədir? 0,4x-dir. İndi burada söhbət nədən gedir? Deməli, burada deyir ki, sinifdəki şagirdlərin 30% qız və 40% eynəklidir. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, tutaq ki, əgər 40% deməli, eynəklidirsə, buradan eynəkli oğlanların minimum sayı tapılır da, düzdürmü? Deməli, eynəkli oğlanlar nə olur? 0,4x-dən çıxıram 0,3x bərabərdir 0,1x. Ən az sayda eynək taxan oğlanların sayı tapılır. Burada da deyir ki, təsadüfən seçilən bir şagirdin oğlan olduğu məlumdursa, onun eynəkli olması ehtimalı ən az neçə ola bilər? Ən az neçə ola bilər? Oğlan mümkün halları nə qədərdir? 0,7x. Əlverişli hallarda 0,1x. Ehtimal da nəyə bərabərdir? 0,1x bölü 0,7x. Bunlar getdi. Cavab olacaq 7-də 1. Bu da bu sualın həlli. Doğru cavabı oldu nə? 7-də 1. Keçirik növbəti suala. Növbəti sual da maraqlı sualdır.
Deyir, binomun açılışındakı hədlərdən təsadüfən biri seçilir. Seçilən həddin nə deyir? İrasional. İrasional ədəd olması ehtimalını deyir, tapın. Biz bunu ilk öncə Newton binomuna əsasən, yəni ki, həll eləməliyik. Əvvəla biz bilirik ki, nömrə 8 yazaq. A plus B üstü n. Bax, burada n plus 1 sayda nə var? Hədd var. Nə qədər hədd var? N plus 1 sayda hədd var. Amma bizə deyir ki, nə deyir? 3-cü dərəcədən 2 üstə gəl kökdə 3 üstü 8. Düzdürmü? Binomun açılışında 3-cü dərəcədən 2 üstə gəl 2-ci dərəcədən 3 üstü 8 açılışındakı binomun açılışındakı hədlərdən təsadüfən biri seçilir. Seçilən həddin irrasional ədəd olması ehtimalını tapın. Əvvəla bu 9 dənə olmalıdır. Belə deyir. Burada K plus 1-ci həddin düsturuna əsasən biz bunu tapmalıyıq. Yəni, necə tapacağıq? TK bərabərdir. Yəni, TK plus 1 bərabərdir. Belə deyək də. Kombinizon. Deməli, 8 elementdən K. 8 elementdən K. Onlar 3-cü dərəcədən 2 üstündə 8 minus K. Bu da olar K. Üstü K binom düsturudur da. İndi yəqin ki, bu məsələni başa düşürüz. Bunu silək. Daha rahat olsun bizə. Tərəfdə yazmağa görə. İnşallah videoları birləşdirib YouTube'a yükləyərik. Çünki orada məcburan ekranı siləndə indi çox yazırsan, ekran kirlənir, nasazlıq yaranır. İndi burada yazıram TK, yenə də TK plus 1 bərabərdir. Kombinizonun 8 elementdən K vurulsun 2 üstündə 8 minus K böl 3 vurulsun 3 üstündə K böl 2. Düzdürmü? İndi burada K'nın ala biləcəyi tam qiymətləri 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 məsələn üçün ola bilər də. İndi burada K neçə ola bilər? K bərabərdir ola bilər. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8. Yəni, belə ola bilər də. Düzdürmü? Deməli, 9 artıq qoyanda burası mənfi olduğu üçün 9'u qoya bilmərəm. İndi burada söhbət gedir ki, nədən? K bərabərdir 0 olanda tam olmur. Niyə? 2 üstü 8 alınır. K bərabərdir 2 olanda tam olur. K bərabərdir 2-də tam olur. Sonra deməli K bərabərdir bir də deməli 3-də yox, 4-də xeyr, 5-də xeyr, 2-də 5 işləri korlayır, 6-da xeyr, 7-də xeyr, 8-də bəli, K bərabərdir 8 qoyanda tam olur. Tam ədəd alınır. Deməli, K bərabərdir 2 və 8 qiymətlərindən hər iki qüvvət üstü tam ədəd olur. Düzdürmü? 2 deməli, rasional hədd var burada. Biz burada tapdıq, ümumi hədlərin sayı nə qədədir? 9 dənə. 9-dan çıxıram bu 2-ni bərabərdir 7. 7 irrasional hədd burada var. Düzdürmü? Mümkün halların sayı 9'dur. Əlverişli halların sayı isə 7'dir. P də bərabərdir eləyir. Cavab 9'da 7. Çox rahat həll olunan bir sualıdır. Deməli, keçirik nömrə 8-ci suala. 8-ci sualın izahı necədir? 7 elementli bir çoxluğun bütün alt çoxluqları arasında təsadüfən biri seçilir. Seçilən bu çoxluğun 3 elementli olması ehtimalını tapın. Burada əlverişli halların sayını tapa bilərik. 7 elementli çoxluq deyil. 3 elementli kombinizon 7 elementdən 3 bərabərdir. 7 faktorial bölünsün, 4 faktorial vurulsun, 3 faktorial.
Bu da eləyir 35. Bayaq dedik də buna. İndi mümkün halların sayı nə qədərdir? 2 üstü 7. O da bərabərdir 128. Ehtimalımız nə qədər olur? 35 bölünsün 128. Bu rahat həll olunan bir sualdır. Keçək nömrə 9-a. Belə rahat suallar da olur. Bir atışın hədəf vurma ehtimalı nədir? 4'də 3. P vurma bərabərdir 4'də 3. Onda P vurmama. Dörtte birdir. Deməli. İndi deyir ki, 4 atışın sonunda 2 dəfə hədəfi vurmuş olması ehtimalını tapın. Bernoulli düsturuna əsasən kombinezon 4 elementdən 2 B bərabərdir. Kombinezon 4 elementdən 2. Aha. Sonra burada nə olacaq? 4'də 3'ün üstü 2 vurulsun. 4'də 1 üstündə 2. Yəni bu düstura əsasən bunu yazırıq. 4 elementdən 2 olur. Deməli 6 vurulsun. Neçə eləyir? Deməli 256'da 9. O da bərabərdir 2 ixtisar eləyəndə 128'də 27. Bununla da bu sualı həll etmiş olduq. Növbəti sualımız necədir? 10-cu sualda nə deyilir? Nömrə 10. 10-cu sualda nə deyilir? Burada deyir ki, A bərabərdir 1, 2, 3, 5, 7. 5, 7. Bax, 2 dənə belə element verilir. Belə bir dənə çoxluq verilir. Təsadüfən bu çoxluğun içindən A və B elementləri seçilmişdir. A vur B hasilinin sadə ədəd olması ehtimalını tapın. Mümkün halların sayı buradan o dəqiqə bilinir ki, kombinezon 5 elementdən 2'dir. Bu da olur nə? 5 faktorial bölünsün 3 faktorial vur 2 faktorial. Bu da eləyir 10. Bunu bildik. Keçirik əlverişli hallara. 2 dənə ədəd seçilib buradan. Seçilmiş ədədlərin hasilinin sadə 1, 2, 1, 3, deməli 1, 5, 1, 7. Bax, burada nə olur? Deməli, sadə ədəd olmaması deyir. Biz olmasını tapdıqda bunlar sadədir. Vuranda sadə edir. Qalan bax 2'də 3, 6, 2'də 5, 10, 2'də 7, 14. 3'də ən azı, yəni onları bir-birinə vuranda, laf sadə ədədlər də olsa, yenə də o hasilin cavabı nə olur? Mürəkkəb ədəd olur. Bax bu, biz 10 haldan çıxırıq 4 halı. Bərabərdir 6. Əlverişli halların sayı hamısından bu 4 sadəni çıxırıq. Bunlar olur sadə olmama. İhtimal da bərabərdir 10'da 6. O da bərabərdir 5'də 3 eləyir. Sonra keçirik nömrə 11-ci suala. 11-ci sualda nə deyir? Kənan və Kəmalənin olduğu 6 oğlan və 4 qız arasında 3 oğlan 2 qız deməli seçilmişdir. Seçilənlər arasında oğlanlardan Kənanın, qızlardan isə Kəmalənin olması ehtimalını tapın. Əvvəla burada bir oğlan, qalanı belə deyək də burada 3 oğlan deyil. Deməli 6 oğlan və 4 qız yazayım bunu. 6 oğlan 4 qız yazdıq. Arasından deyir 3 oğlan və 2 qız seçilir. Deməli, belə deyək də, seçilənlər arasında oğlanlardan Kənanın, qızlardan isə Kəmalənin olması ehtimalını tapın. Yaxşı, baxaq. Deməli, mümkün halların sayı var. Mümkün halların sayı nədir? Bu 6 oğlandır da, oğlan belə yazaq. Mümkün halların sayı olur nə? Kombinezon 6 elementdən 3 vurulsun, kombinezon 4 elementdən 2. Bu rahatdır, bunu tapdıq. 6 elementdən 3 neçə eləyir? 6 faktorial bölünsün, 3 faktorial vur, 3 faktorial. Deməli, burada olur 5 vur 6 vur 4 bölünsün 6. Bu da eləyir 20. 4 elementdən 2 də nədir? 4 faktorial. Deməli 3 vur
4 bölü 2 bərabərdir. Bu da eləyir. Bundan bu ixtisar gedir 6. Bu eləyir 120. Düzdürmü? Yəni kombinizon 6 elementdən 3 vurulsun kombinizon nə? 4 elementdən neçə elədi? 2. Bu mümkün haldır. Bu elədi nə? Deməli mümkün halların sayı. İndi keçirik biz burada nəyə? Əlverişli halların sayını tapmaq üçün əlləşirik. Deməli, əlverişli halların sayı necə tapılır? İndi baxaq əlverişli hallara. Deməli, burada yenə dedim. 6 elementdən 3'ü seçdik, 4 elementdən 2'ni seçdik. Bu elədi 120. İndi keçək əlverişli halları. Deyir, şərtə görə nə burada var? 3 oğlandan biri mütləq Kənan olmalıdır. Düzdürmü? Deməli, bax, biri Kənan. Digər 2 dənə oğlan artıq yerdə qalan 5 oğlanın içindən seçilməlidir. Kombinizon 5 elementdən 2. Bir dənə də qız nə olmalıdır? Kəmalə. Digər qızlar, bu 4 qızın içindən biri seçilib axı, artıq Kəmalədir. 3 elementdən biri olmalıdır. Bu eləyir neçə? 10 eləyir. Bu da neçə eləyir? 3 eləyir. Bu əlverişli halların sayı eləyir nə qədər? 10 vur 3 bərabərdir 30. Ehtimalımız da bərabərdir 120'də 30, o da bərabərdir 4'də 1 edir. Çox maraqlı və gözəl məsələ idi. Deməli, keçək. Kubun qarşı üzlərində eyni hərfləri yazmaq şərti ilə MNK hərfləri yazılmışdır. Deməli, qarşı üzlərinə MNK hərfləri yazılmışdır. Kub bir dəfə atıldıqda deməli, yan üzlərində NM sözünün yazılması ehtimalını tapın. Deməli, kubdur. Biz bunu nə edirik? Elə görə kub burada var. Bax, belə. Təki kubdur. Qarşı üzlərində hansı hərflər yazılıb? Məsələn, qarşı üzlərində. Kubun qarşı üzlərinə eyni hərfləri yazmaqla. Tutaq ki, məsələn üçün, belə deyək. Bax, ruskanı götürək. Bir dəqiqə. Bura mı yazılıbsa, məsələn üçün, burada mı yazılmalıdır? Bura nə yazılıbsa, burada nə yazılmalıdır? Bura məsələn üçün 2 hərfi yazılıbsa, qabağa yenə də 2 hərfi yazılmalıdır. İndi deyir ki, NM. Nömrə 12-ci sualdır. Bax, bunu belə yazıb bitsin. İndi burada 2 qarşı üzdə 2 dənə hərf var. 2 üzündə 2 dənə hərf var. 2 üzündə də 2 dənə K hərf var. Bu 4 dənə burada nədir? Belə NM hərf var. Birinci biz burada deməli biz nə etməliyik burada? Əlverişli halların sayını da tapa bilərik burada. Mümkün halların sayını da tapa bilərik. Kubun cəmi 6 üzü var. Bunu bilirik. Deməli, indi burada bizə deyir ki, NM sözü yazılması üçün, belə deyək də, K hərfi gərək üzlərinin birinin üzərinə düşmüş olsun da, yəni digər üzdə olsun da. Yəni, belə deyək də, 2 ədəd K var da burada. Belə deyək də. Yəni, kubun 6 dənə üzü var. Bunu bilirik də, məlum məsələdir. Gəl, belə düşünək. NM. Deməli, sözünün yazılması ehtimalı istəyir bizdən. Yəni, burada belə deyək. Bir də yan üzlərindədir də. Deməli, burada K hərfi alt və üst üzdə olar. Onda biz gəlin belə eləyək. Bunu dəyişdirək. Deməli, K buraya yazaq, K buraya yazaq, M buraya yazaq, M buraya yazaq. Deməli, burada mümkün hallara, indi gəlin baxaq. Burada deməli, ola bilər birinci NM yan üzlərdə. NM. Burada nə olacaq? 4 faktorial sayda bölünsün 2 faktorial vur 2 faktorial. Yəni yer dəyişmələri nəzərə alsaq, cavab olacaq 6. Sonra ola bilər M.
Yenə 4 faktorial böl 2 faktorial vur 2 faktorial. Bərabərdir nə? Deməli, nə olar? Burada olar nə? M-N. Bu da olar 6. İndi orada yan üzlərdə N-M-N, yəni bu fərqi yoxdur da. Yəni ki, bu N-M-N ola bilər də. Yəni ki, M-N-M da ola bilər, N-M-N. Bununla bu eyni haldır. Bunun biri kifayətdir. Bu olmasa da olar və yaxud da bu olsun. Yəni eyni haldır da. Onsuz fırlansa belə, eyni şey alınacaq. İndi bizdə deməli bu olsun birinci hal. Əsas odur ki, necə fırlatsaq, deməli N-M-N, deməli N-M-N, M-K, M-K, N-K, N-K. Yəni biz k-ları da salaq bu ortalığa. Bax, məsələn üçün belə yaza bilərik də. Bura baxın. İkinci halı belə yaza bilərik. M-K, M-K. Deməli 4 faktorial böl 2 faktorial vur 2 faktorial bərabərdir 6. Sonra olar N2, üçüncü hal. N2. Yenə də olar 4 faktorial böl 2 faktorial vur 2 faktorial bərabərdir 6. Deməli mümkün halların sayı oldu nə qədər? 6 plus 6 plus 6 bərabərdir 18. Əlverişli halların sayı nə qədər olur? Bax budur. Tutaq ki, bunu gəlib n ilə yazaq. Bax. N, M, M. Olur nə qədər? 6. Ehtimal bərabərdir 18'də 6, o da bərabərdir 3'də 1 olur. Düzdürmü? Cavabı 3'də 1 olur. İndi belə də götürüb, belə deyək də, yəni burada 6 üzünə yazılıbsa, mümkün halların sayı 6'dır. Yəni 6 dənə üzü var. Bu 2 hərfi çıxmaq şərti ilə 2 dənə 2, bunu belə deyək də, əlverişli halların sayındakı 2 ədəd 2 üzü var. Onu da 2 götürüb elə də həll etmək olar. Yəni ki, amma mən fikrimcə bu 12-ci məsələnin bu usulunun həlli daha maraqlıdır, daha yaxşıdır. Silək. Vaxtı dayandıra silək. Keçək növbəti suala. 13-cü suala. Nömrə 13. Nömrə 13-də nədir? Deməli, 6 üzünün birində A, ikisində B, üçündə C yazılan 2 zər eyni anda atılır. Deməli, birində A yazılıb, ikisində nə yazılıb? Deməli, B, üçündə C yazılan zər atılır. Burada məlum məsələdir ki, hər iki zərdə eyni hərfin gəlməsi. Bax, A-nın gəlməsi olar 6'da 1. B-nin gəlməsi olar 6'da 2. C-nin gəlməsi isə olar 6'da 3. Düzdürmü? İndi burada deyir ki, iki zər eyni anda atılır. Hər iki üzdə, belə deyək də, bu hər iki zərdə eyni hərfin gəlməsi. Bax, bunun ehtimalı olar, tutaq ki, eyni hərf gəlir. Onda da, bunda da A gəlir. 6'da 1 vur 6'da 1. B gəlir. 6'da 2 vur 6'da 2. C gəlir. 6'da 3 vur 6'da 3. O da bərabərdir neçə eləyir? 36'da 9, o da 4. 13, 14. Bu da eləyir 18'də 7. Çox rahat həll olunan bir məsələ edir. Deyir, bir kubun üzlərindən birində 1, ikisində 2, üçündə 3 ədəd yazılmışdır. Bu kubu 3 dəfə atılır. Üst-üstə düşən ədədlərdən hər üçünün müxtəlif deməli olması ehtimalını tapın. Yəni ki, yenə də deyək. Üzlərin birində nə yazılıb? 1. 1 yazıldı. İkisində 2. Yəni 2, 2. Üçündə də 3, 3, 3. Belə bir şey yazılıb. Kubun üzlərində bax bunlar yazılıb. İndi burada bu kub 3 dəfə atılır. Üst-üstə düşən ədədlərdən hər üçünün müxtəlif olması ehtimalı tapılır. Yəni ilk öncə bax burada 1, 2, 3 belə deyək də rəqəmlərindən yazılıb, amma müxtəlif düşməlidir.
Müxtəlif düşməlidir. O deməkdir ki, 1 ola bilər, 2 ola bilər, 3 ola bilər. Bax, bunlarda yer dəyişmə 3 faktorial bərabərdir 6. Bərabərdir 6. Bax, bu şəkildədir. 3 faktorial da bu 31 deyil. Yəni, belə deyək də, 3 atışın hər üçündə müxtəlif ədədlər. Çünki 1 kubdur axı. Məsələn, 1, 2, 3 düşə bilər. Sonra yer dəyişmədə 2, 3, 1, 2, 1, 3, nəsə belə də. Onu elə faktorialla yazdım. Deməli, burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, burada ehtimalımız nə olacaq? Deməli, 6-da 1 ola bilər. Sonra 6-da 2 ola bilər. 6-da 3 ola bilər, vurulsun. 1-də 3 faktorial. Bax, bundan bu getdi, bundan da bu getdi. Cavab oldu 6-da 1. Rahatlıqla həll olunan bir sualdır. Vaxtı dayandırıb silirik, keçirik növbəti suala. Bu nömrə 14-dür. Əvvəla yazayım bunu, 14-cü sualıdır. Vaxtı dayandırıb keçək növbəti suallara. Silək. Deməli, keçirik 15-ci suala. Deyir 1, nömrə 15 yazıq. 1, 2, 3, 4, 5, 6, 7. Rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan bütün 3 rəqəmli ədədlər yazılmışdır. Deməli, deyir rəqəmləri təkrarlanmayan A, B, C. Burada 7, burada 6, burada 5. Deməli, birinci ədədi 7 elementdən 1, 2 qaldı. Artıq 6 hal, 6 elementdən 1, 5 elementdən 1 bu şəkildə seçə bilərəm. Bu cavab eləyir 210. Bu olur mümkün hal. Keçirəm əlverişli hala. Əlverişli halların sayını tapmaq üçün deyir ki, təsadüfi olaraq bu ədədlərdən biri bu ədədin 5-ə bölünməsi. Deməli, bu yenə də AB 5-ə bölünməsi üçün son mütləq 5 olmalıdır. Artıq bir dənə ədəd seçilib burada. Yerdə qalıb neçə dənə? 6 dənə ədəd. 6 haldan biri bura, 5 haldan da biri bura. Bu da olur 30. Ehtimalımız olur. P bərabərdir 210'da 30. O da bərabərdir 7'də 1. Nömrə 15-ci sualın cavabı 7'də 1 oldu. İndi burada 16-cı suala baxaq. 16-cı sualda maraqlı sualdır. 16-cı sual sadədir, maraqlı sualdır. Nömrə 16-da nə deyir? Baxaq. 2 dənə bərabərsizlik verir. Deyir 1 2 bərabər x, o da kiçik bərabər 5. 1 kiçik bərabər y, o da kiçik bərabər 6. Bax, bunları verib bizə. Təsadüfi olaraq seçilmiş x, y ədədləri üçün nədir? Burada nə deyir? Deməli, x plus y kiçik bərabər 6 alınması, yəni ki, x, y ədədləri üçün x plus y bərabərdir 6 alınması. Düzdürmü? Yəni, burada belə deyək də, 6 olması ehtimalını deyir, tapın. 6 olması ehtimalını tapın. Burada cavab çox güman ki, C variantı olmalıdır. Mənim zənnimcə, mən belə düşünürəm. Burada mən belə düşünürəm. Burada bax, məsələ nədən gedir irəli? Deməli, bir də baxaq burada. Nəsə, mən bunun cavabını 5-də 2 tapdım, amma cavablarda neçə verib? Cavablarda görə neçə verib? 7 nömrəli çalışmada C variantı düz verib. Cavabları, sadəcə doğru cavabları qoymuşam qabağıma. Həll eləyə deyirəm ki, bəs sanki A variantı gördüm, ona görə biraz narahat oldum özümdə. Deməli, baxaq, bunun həlli nə indi? Deməli, bunun vaxtı dayandırıb bu tərəfi silək, qoy aydınlıqla həll olunsun. Deməli, indi biz bunu addım-addım həll eləyərik. Baxırıq birinci burada nə? Y-ə və X-ə. Baxaq. Deməli, bizə deyir ki, deməli, bir də X plus Y
kiçik bərabər 6, yəni y kiçik bərabər mənfi x plus 6. Qrafik çəkək. Mənfi x plus 6. Deməli, gəl belə eləyək də. Bax, bura 1 qoyanda, bu, belə deyək, bunu əvvəla belə eləyək. Tutaq. Bax, y haradan hara qiymət alır? Buradan, bax, bura. Buradan bura. 1-dən hara kimi? 6-ya kimi. X də haradan qiymət alır? 1-dən 5-ə kimi. Yaxşı. Başa düşdük. Bunu götürək indi. Y bura olur nə? 1-dən 6-ya. Bu da 1-dən 5-ə. Bax. Belə. İndi gəlin belə eləyək. Bu, əvvəla bu qrafiki quranda nə nəzərdə tutulur? Bu qrafik, bax, x-ə 0 verəndə y-ə 6-da kəsir. Y-ə 0 verəndə yenə də x 6-da kəsir. Bu qrafik burada 6 deyək. 6. Baxın, bu götürək, düz xətlə çəkək, daha yaxşı olmasın. Bax, belə bir şeydir. Bax, bu bərabərsizliyin qrafiki, yəni kiçik bərabər istərəf. Bunu başa düşdük. İndi gəlin belə eləyək. Bax, burada nə eləyək? Bax, burada nə eləyək? X bərabərdir 1 olanda, y kiçik bərabər 5 olur. Yəni, belə. Əslində bizdə belə bir şey vardı. Bax, bu 1-dən 6-ya, burada bir dənə nöqtə, burada bir dənə nöqtə. Bax, belə bir şeydir, bax. Və belə. Bax, 1-dən 5-ə, x 1-dən 5-ə, y də 1-dən 6-ya. Qrafikdə bunu, bu fiquru kəsir. Bax, bu qaydada. İndi bunun izahatını da verək. Deməli, x 1-dən 5-ə, y 1-dən 6-ya, məsələm üçün, yəni burada, belə deyək də, eni 4, belə deyək, yox, uzunluğu 4, eni 5 olan nə alınır? Düzbucaqlı alınır da. Belə bir şey alınır. Burada ümumi sahanı biz tapa bilirik. Ümumi saha nədir? Gəl belə yazaq da. Bura 5, burada nədir? 4. S nəyə bərabərdir? 4 vurulsun 5 bərabərdir 20. Bax, bu bunun ümumi sahəsidir. Düzdürmü? Mümkün halların sayı nədir? Budur. İndi 4, 20. Bunu bildik. İndi burada əlverişli halların sayını tapaq. Əlverişli halların sayını necə tapırıq? Y bərabərdir 6 minus x düz xəttinə, yəni mənfi x plus 6. Burada x-ə 1 olduqda y 5 olur. Yəni, belə deyək də, x-ə 1 qiymətini verdikdə y 5 olur. Bax, bu qiymət artıq olur nə? Bax, 5, bax, belə. Artıq, bura olur 5. Düzdürmü? Hesab elə, bu gəlir, bu, belə. Belə. Bizə də, indi burada söhbət x plus y kiçikdir 6-dır axı. Söhbət nədən gedir? Y bərabərdir 1 olduqda isə, y bərabərdir 1 olduqda, x bərabərdir 5 olur. Yenə də, olur bura. Bura. Bu hissə. Yəni, bu nöqtələr tapdıq. Bizə lazım olan əlverişli hal, bax, buradır. Bu üçbucağın daxilidir. Düzdürmü? İndi, bax, buranın uzunluğu nə olur? 4 olur. Bax, bura 5-dir axı. 5-dən 1 çıxanda burada 4-dür. Bura artıq elə bir dəfə 4 verilib. Burada S mümkün halların sayıdır. Bu S əlverişli halların sayı 4 vur 4 bərabərdir. Neçə eləyir? 16. Düzdürmü? Əlverişli halların sayı neçə eləyir? 4 vur 4 bağışını 16 bölü 2 də var axı.
bölü 2. 8. İndi ehtimalımız nə olur? P bərabərdir 8 böl 20. O da bərabərdir 4-ə ixtisar eləyəndə 5-də 2. Bu oldu bizim ehtimalımızın cavabı. Bu maraqlı məsələ idi. Əla məsələ idi, maraqlı yox. Super bir məsələ idi. Bunu çəkib göstərmək lazımdır. Yoxsa bu məsələnin həlli anlaşıqsız olacaq. Anlamayacaq, yəni şagirdlər bunun həllini. Keçik növbəti məsələ, vaxtı dayandıraq, silək. İndi keçirik növbəti məsələyə. Nömrə 17. Baxaq bunun həllinə. Deməli, burada nə deyir? 0 kiçik bərabər x, o da kiçik bərabər 3. Sonra 0 kiçik bərabər y, o da kiçik bərabər 4. 0 kiçik bərabər z, o da kiçik bərabər 2. Yaxşı, belə bir üç ölçülü fəza verib bizə. Təsadüfi seçilən x, y ədədləri üçün x plus y plus z kiçik bərabər 1 olması ehtimalını tapın. Baxın, belə bir şeydir. Bax, belə. Nə edirik burada? Bu x plus, bu x məlum məsələdir. Bunu bilirik, bu z-dir. Bura x-dir, bura y-dir. Bax, 1, 1, 1, belə deyək də. Bax, x-ə 0, y-ə 0 verəndə z1 alınır. Y-ə 0, z-ə 0, x1. İndi x-ə 0, z-ə 0, y1. İndi deyir ki, x, y ədədləri üçün x plus y plus z-də kiçik bərabər 1 olanda məlum məsələdir. Yəni, x-i 0 olmalıdır ki, 1 olmalıdır ki, bu 1 olsun da. Burada belə bir fiqur alınır. Baxın, belə bir fiqur alınır. Bax. Bax, bunu silək, yenidən çəkək. Baxaq. Belə bir şey alınır. Bax, düzeylə bu formalı bir şey alınır burada. İndi sonra keçək. Əslində burada 0 kiçik bərabər x 3-dür, burası 4-dür, y, o burası da nədir? 2-dir. Orada da bir dənə kub alınır. Kub deyəndə paraleliped alınır da, belə deyək də. İndi onu da qeyd eləyək. Necə qeyd eləyək? Bax, burada deyək ki, burada rəqəmlərlə yazaq. Deməli, rəqəmlərlə yazaq. Bura olsun, deməli, y-imiz olsun 4, x-imiz olsun 3, z-imiz də olsun neçə? 2. İndi gəlin belə eləyək də. Bura 3 deyil. Baxın, 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 baxın. Burada 4-dür, burada 2-dir. Aha, bax, belə. Biraz da üzə dağ, bax, belə. Buradan da belə bir şey çəkək. Belə. Belə bir şey çəkək. Belə. 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 Bax, belə. Güya ki, yaxşı çəkdik, amma əslində yaxşı çəkmədik. Güya ki, də çəkdik də öz aləmimizdə, yəni bunu güya ki, çəkdik. Təsəvvür edin, düzdür də bu. Yəni, belə təsəvvür edin. Burada söhbət nədən gedir? Söhbət nədən gedir? Bax, burada biz bildik də artıq nə nədir, nə nə deyil. Bax, bunun tərəflərini tapırıq biz. Bax, bura 3-dür. Bağışla, üzr istəyirəm, bağışlayın, üzr istəyirəm. Bura 3-dür. Çək, indi, sonra. Belə bir paraleliped alınıb, ruskanı götürək. Bax, bura 3-dür, 3-dür, 3-dür. Bura 4-dür,
4'tür, 4'tür, 4'tür. Yan tillərdə 2, 2, 2'dir. Burada mənə nə lazımdır? Birinci, baxın. Mən burada mümkün halların sayı kimi kubun paralelipedin tərəfləri 3 vur 4 vur 2 bərabərdir. Neçə alıram? 24. Bunu aldım. Mənim əlverişli halım bax bu balaca piramidadır burada. Çünki bu balaca piramidadır. O balaca piramidada da əlverişli halların sayı bərabərdir. Nə olur? 6'da 1. Bax indi. Baxaq burada, baxaq bunu tapaq da. Belə bir problemli bir şey deyil ki. Bax, bura perpendikulyardır. Bax, tillər nədir? Bax, bura 1'dir. 1'dir. Burada 1'dir. 1, 1, 1. 6'da 1 A, B, S. Bunun həzmi belə olur da. 6'da 1 ABC olur da. Yəni ki, bu piramidanın həzmi. Deməli, bu da olur nə? Elə olur 6'da 1. Ehtimalım nəyə bərabər olar? P bərabərdir. 6'da 1 böl 24. O da bərabərdir 144'də 1. Düzdür mü? 144'də 1. Amma cavablarda 144'də 1 yoxdur. 72'də 1, 24'də 1, 36'da 1. Cavabı da heç bilmirik nəyə verib. Cavabına baxaq görək, bir dənə görək cavabı hansı cavab verib. 24'də 1 verib cavabı. Mən bu cavabla razı deyiləm. Bunun cavabı neçədir? 44'də 1'dir. Amma cavablarda 24'də 1 verib. Bizim cavabımız 44'də 1, 144'də 1'dir. Həllimiz bax budur. O cavablarda səhvə yol veriblər. İndi biz bunu dayandıraq, vaxtı dayandıraq. Keçən növbəti suala nömrə 18'dir. Yəni biraz üzürlü sayan narahatçılığı oldu ona görə. Deməli mənfi 10, 15 parçası verib bizə. Parçasından təsadüfən nə deyir? Seçilmiş 2 həqiqi ədədin hasilinin mənfi olması ehtimalını tapın. Deməli burada bu məsələ belə deyək də 2 dəyişənli həndəsi ehtimal məsələlərinə aid bir məsələdir. Burada belə deyək də x və y qəbul eləməliyik ədədləri. Bu ədədlər belə deyək. A, B, x, y fərqi yoxdur da. Tutaq ki, mənfi 10 kiçik bərabər x, kiçik bərabər 15. Sonra deməli belə deyək də. Nə deyək? Mənfi 10 kiçik bərabər y, o da kiçik bərabər 15. Aha. Bunları belə yazaq. Deməli burada deməli nə edək? Burada nə etməliyik? Deməli bu da koordinat məsələsinə oxşayır. Bu da koordinat məsələsinə oxşayır. Yəni ki burada ümumi sahə tapılmalıdır burada da. Yəni ki burada əslində çox adam düşünər ki, bu gah ki ədədləri seçib bir-birinə vurmaqdır. Bu elə deyil. Bir də zəhmət olmasa deyənlə qoy bunu hesablayaq bir. Deməli bu məsələdə nədir? Deyir ki, bu parçada belə deyir də. Bu parçada təsadüfi olaraq seçilmiş 2 həqiqi ədədin hasilinin mənfi olması ehtimalını istəyir bizdən. Yəni biz bunu belə deyək də düzbucaqlı Descartes koordinat sistemində qurub, yəni həllini göstərməliyik. Burada mənfi 10-15 parçalarını qeyd eləməliyik. İstər x oxu üzərində, istər y oxu üzərində. Bax, belə bir şeydir. Bu çox adam yenə dedim, bayaq ola bilər, bayaq o kəlməni dedim. O məsələdə nəsə gördüm, ona görə onu dedim. Bax, x qiyməti alır buradan, bura kimi. Y də alır. Bax, məsələn üçün deyək ki, buradan, biraz uzadaq, bura kimi. Tutaq ki, deyək ki, bax, x qiyməti alır nə? Mənfi 10-dan 15. Bax, x, y də alır. Mənfi 10-dan
15. İndi bax, düz xətlərlə ya bunu belə eləyək ki, bax. Belə bir şey çəkdik. Düzbucaqlı koordinat sistemində. İndi baxaq. İndi baxa görə nə edirik? Bax, bu xətt, bu nöqtə nədir? -10-dan 15. Bura olur nə? -10-dan 15. Sonra bura olur 15-15. Bura olur 15-10. Lap yazaya 15-10. Bax, 15-15. Sonra buraya yazayıq -10, 15. Burada yazayıq -10-dan 10. Yaxşı, bunları yazdıq. Sonrasına baxaq. Sonrası görək nədir? Görək sonra necədir? Deməli, bundan sonra necə həll olunacaq, onu düşünək biz. Deməli, burada bura nə qədər eləyir? 25. Bura nə qədər eləyir? 25. 25. 25. Amma yəni S bərabərdir 25 vur 25, o da bərabərdir 625 eləyir. Bu mümkün hallardır. Əlverişli hallar bərabərdir. Söhbət -10-dan 15-dən gedirsə, -10-dan 15-dən gedirsə, o bir dənə bu saha olacaq. Yəni 10 vur 15 bərabərdir 150. Bir də -10, 15 bax buradır. Bir dənə də bu saha olacaq. 15 vur 10 bərabərdir 150. Buradan da 150 üstə gəl 150 bərabərdir 300. P də bərabərdir 625-də 300. Bu da bərabər olar 25-də 12. Aha. Bu süper məsələ oldu. Yəni ki, bu yaman bir məsələ oldu. Cavab oldu nə? 25-də 12. Bu qəşəng məsələdir. Yenə deyirəm, çox adam bunu elə bilər ki, götürüb bunların içindən ədəd seçib göndərmək lazımdır. Yəni seçmək lazımdır. Elə bir şey yoxdur burada. Bu elə bir məsələ deyil bu. Bu formada həll olunan bir məsələdir. İndi buranı siləcəyik. Bir də baxın bu məsələyə. Siləcəyik və növbəti misallara keçib həll eləyərik. Artıq burada 2 sualımız qalıb. Onu da həll eləyərik. Qutarar gedər. Keçirik növbəti məsələyə. Bu silmə biraz vaxt çox aparır. Çünki mən bunu burada balaca silgi ilə götürüb siləm. Ona görə hər dəqiqədə səhifəni silmək istəmirəm ki, nömrələr itməsin zat. Ona görə nömrə 19. Məsələmiz necədir? Deyir, sinifdəki 12 şagirdlərdən 12-si oğlan, 8-si qızdır. Bu sinifdən təsadüfən 2 şagird seçilir. Bazı seçilən şagirdlərdən ən azı biri oğlan olarsa hər ikisinin də oğlan olması ehtimalını tapın. Deməli 12 oğlandır. Oğlan 8 qız. Bu bizə verilib məsələnin şərtində. Cəmi neçə şagird var? 12 üstə gəl 8 bərabərdir 20 şagirdimiz var. Düzdürmü? İndi burada belədir də. Buradan gəl belə eləyək. Deməli 2 nəfəri seçməliyik bu 20 nəfərin içindən. Kombinezon 20 elementdən 2. Düzdürmü? Ən azı biri oğlan olarsa hər ikisinin də oğlan olması ehtimalını tapın. Nəsə taparıq. Buradan bax, ümumi halların sayı, yəni mümkün halların sayı, belə deyək də. Deməli, kombinezon burada olur 20 elementdən 2 eləyir 190 rahatlıqla tapılır. Deyir ki,
Hər ikisinin də oğlan olması ehtimalı. Gəl belə eləyək. Hər ikisinin qız olmasını biz tapaq. Kombinezon 8 elementdən 2 bərabərdir neçə eləyir? 8 faktorial. 28-də 56 bölü 2. 28. İndi 190-dan çıxaq 28. Nə qədər eləyir? 162. Düzdürmü? Sonra əlverişli halların sayını tapırıq. Bu oldu mümkün halların sayı. Əlverişli halların sayını tapırıq. Çünki hər ikisini oğlan deyir axı. Biz hər ikisini qız tapdıq. Ondan çıxdıq da. 190-dan çıxdıq. Qalanı oğlan sayını tapdıq. İndi bizə sual verir ki, hər ikisinin oğlan olması ehtimalını soruşur. 12 oğlandan ikisini seçək. Kombinezon 12 elementdən 2 bərabərdir neçə eləyir? 12 faktorial bölünsün 10 faktorial 11 vur 12 bölü 2 eləyir 66. 66. Onda burada ehtimal bərabərdir 162-də 66. Bunu da gəlin neçə 6 ixtisar eləyək. 27-də 11 eləyəcək bunun cavabı. Bu 27-də 11. Bu formada bunun həlli bu formada olacaq. İndi bunu başqa cür necə eləyə bilərik? Yaxşı. Belə baxaq. Bir də baxaq buna. 27-də 11 düzdür almışıq. Gəlin indi buna bir başqa yöntemdə də baxaq. Belə baxaq. Onsuz da sonuncu məsələdir. Yəni ki, belə bir şeyimiz qalmayıb. Bir dənə məsələmiz qalıb. Bir də baxaq buna. Gəl, indi burada belə deyir. 2 şagird seçilir. Seçilən şagirdlərdən ən az biri oğlan olarsa. Yaxşı, mümkün hallar belə də ola bilər burada. Baxın. Kombinezon 12 elementdən 1 vurulsun. Kombinezon 8 elementdən 1 üstə gəl. Kombinezon 12 elementdən 2. Belə də yaza bilərəm. 12 vur 8 üstə gəl. 12 elementdən 2 burada yazmalıyam. Görün harada yazmışam. Burada yazmışam. 12 elementdən 2-dən neçə eləyir? Deməli eləyir 12 böl 10 66. 66. Yəni bu eləyir 96 üstə gəl 66 bərabərdir 162. Qaldı ki, əlverişli hallar bərabərdir olur. Kombinezon 12 elementdən 2. Bu da 66. P də bərabərdir 162-də 66. Bu da eləyir neçə? 6 ixtisar eləyəndə 27-də 11. Bax, rahatlıqla, 2 usulla 19-cu məsələni həll edik. Keçək 20-ci suala. Bunu biraz tez-tez silək. Tez-tez silək, tez-tez. Bəyəkki məsələ maraqlıymış. Birinci mən də elə düşündüm ki, onun içindən ədəd seçib yazmaq lazımdır. Sonra gördüm, yox, burada şərtdə tamam başqa şey deyir. Bu da, deyəsən bu da ona oxşar bir şeydir. Deməli, mənfi 20, 30. Belə bir şey verib yenə də. Burada nə deyir? Parçasından yenə də deyir, təsadüfi olaraq nə seçilir? Deməli, 2 həqiqədə müsbət olması ehtimalını tapın. Müsbət olması ehtimalını tapın. Yəni ki, orada mənfi olması ehtimalını deyirdi. Biz orada seçdik 1/4-cürü bunu. Burada müsbət olması ehtimalını istəyəcək bizdən. Yəni ki, mənfi 15, 15. Yəni ki, mənfi 10, 15 parçasında hər ikisinin müsbət olması ehtimalını istəyir bizdən. Biz də o müsbət olma ehtimalına görə 4-cürü, bir də hər ikisi də mənfi ola bilər də 2-ci rübü də seçə bilərik. O məsələdə bir şey yadımdan çıxdı, bayaqki məsələdə. Orada ədədlərin mənfi olması olduğu üçün mən o şəkildə məsələm üçün 15 deməli orada seçdim. Neçənci rübü seçdim? Mənfi 10 ilə 15. Deməli 2-ci rübü seçdim. Bir də 15 ilə 10 o. 2 ilə 4-ü orada seçdim. O mənfi müsbət. Amma burada isə artıq mən müsbət olduğu üçün burada 1-ci rüblə neçənci rübü seçməliyəm? Deməli, üzr istəyirəm. Müsbət olması üçün, deməli, hasilinin müsbət olması üçün, deməli, burada hasilinin müsbət olması üçün, deməli, nə seçməliyəm burada? Hasilinin müsbət olması üçün seçməliyəm, nəyi seçəcəm? Müsbət olanda.
birinci rub. Bir də üçüncü rubda bir üçüncü rubu seçəcəm. Hasilin müsbət olması üçün bir üçüncü rubu seçəcəm. Amma orada isə bax mən nəyi seçdim? İkinci rubla nəyi seçdim? Dördüncü rubu seçdim də orada. Çünki mənfi lazımdır da bizə. Orada hasilinin mənfi olmasın deyir. Burada isə hasilin nə deyir? Müsbət olmasından söhbət gedir. Düzdürmü? Ya. Həndəsi ehtimaldır bu da. Bu da həndəsi ehtimaldır. İndi gəl həll eləyək də. Baxaq, eynən o biri məsələdə bundandır. İstəsəz o birisini yenidən də izah eləyə bilərəm, problem yoxdur. Bax, deməli, gəl belə eləyək də. Tutaq ki, mənfi 20 kiçikdir, bərabərdir x, o da kiçik bərabər 30. Mənfi 20 kiçikdir, bərabərdir y, o da kiçik bərabərdir 30. 30 mənfi 20. Burada artıq olar 30. Burada da olar mənfi 20. X düz xəttdir, y düz xəttdir. Burada baxın, gəlin bu fiquru quraq. Fiquru quranda biraz EBSR qurduq. Aha. Bax, bura olur mənfi 20 ilə 20. Bura olur neçə olur? 30 ilə mənfi 20. Bura olur 30 ilə 30. Bura olur neçə? Deməli, mənfi 20 ilə 30. Birinci, bax bura, baxıram. 50-dir tərəf. 50-dir tərəf. S bərabərdir 50 vur 50 2500. Mümkün halların sayı olur 2500. Düzdürmü? Bunu başa düşdük. İndi deyir ki, bu seçilən ədədlərin müsbət olması. Bu ya bu birinci rubda olmalıdır, ya üçüncü rubda olmalıdır. Bax, nömrə 19. Yox, bağışın 20-dir. Nömrə 20. İndi gəl nə indirik? Sonra burada. Bax, bunun sahəsi nə olur? 30 vur 30, 900. Bunun sahəsi nə olur? 20 vur 20, 400. Əlverişli hallarda olur 900 üstə gəl 400, 1300. Ehtimalım olur 1300 bölünsün neçəyə? 2500. Bu 2 dənə sıfırlar gedir, cavab olur 25'də 13. Bu oldu mənim ehtimalım. Amma bəyəkki məsələdə, məsələm üçün bir də izah edirəm, baxaq. Bu mənim ehtimalım oldu. Bax, məsələm üçün nömrə neçə idi o? İndi nömrəsini dəyişdirərik bunların. Bu məsələni bir də deməli o şey məsələsində 10 ilə 15 məsələsində baxın burada fiquru birləşdirək. Deməli deyir mənfi 10 ilə mənfi 10 15 mənfi 10 15. Yenə də burada bax, bu nömrə 18-də görün nə deyir? Bura bax olur 25. Burada olur nə qədər? 25. Burada sahə nəyə bərabər olur? 25 vur 25 bərabərdir 625. Bayaq orada fikrimi tam izah eləyə bilmədim. Ona görə indi keçdim buradan təzədən deyirəm. Bura olur 15. 15. Bura olur mənfi 10 ilə 15. Bura olur mənfi 10 ilə
10, -10. Burada olur 15 ilə -10. Əslində bunları ikisini ona görə götürdüm ki, yəni ki, burada hasillər mənfidir ona görə. Əlverişli bura olur 10 vur 15 bərabərdir 150. Burada olur 15 vur 10 bərabərdir 150. Əlverişli hallarım olur 150 üstə gəl 150 bərabərdir 300. Deməli, ehtimal da bərabərdir 625-də 300. Bu da bərabərdir 25-də 12. İndi sual verə bilərsiniz ki, bunu niyə götürdün? Çünki burada x vur y kiçik sıfırdır. Burada da x vur y kiçik sıfırdır. O 20-ci sualda da bax burada bunlar müsbət olduğu üçün x böyük 0, y böyük 0, x kiçik 0, y kiçik 0 hər ikisi hasil müsbət eləyir. Bizim bugünkü videomuz bu qədər. Kimin nə sualı olsa, bax bu nömrələrlə əlaqə saxlaya bilər və bizə təklif və iradlarını da bildirə bilər. Hətta başa düşməyən sualları da oradan WhatsApp üzərindən soruşa bilərlər. Bir də ki, onlayn hazırlıqlarımız davam eləyir. İndi hal-hazırda yəni ki, istəyənlər bax bu iki nömrə ilə əlaqə saxlaya bilərlər. Təşəkkür edirəm, çox sağ olun, minnətdaram, var olasınız.